Sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın mediaya müraciəti yayılıb. Global Infaz bildirir ki, müraciətdə Avropa Məhkəməsinin onun xeyrinə çıxarılmış qərarından imtinadan bəhs edilir. Stat: Mən Zeynəb Abdullayeva olaraq bildirirəm ki, ölkə hüdudlarından kənara çıxışma qoyulmuş məhdudiyyətlə bağlı Avropa Məhkəməsinə edilmiş müraciət üzrə xeyrimə qəbul olunmuş qərardan istifadə etmək niyyətində deyiləm və həmin qərardan imtina etdiyimi bəyan edirəm. Mən və oğlum Hüseyn Abdullayev Azərbaycan dövlətinə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa sadiq olduğumuzu bildirir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiyimizi bəyan edirik. Yeganə arzum oğlum Hüseyn Abdullayevin səhhətində yaranmış problemlərin nəzərə alınması və ona humanist yanaşmanın göstərilməsidir. İnanıram ki, bu məsələ Azərbaycan dövlətinin humanizm və ədalət prinsipləri əsasında öz müsbət həllini tapacaqdır. Bir daha Azərbaycan dövlətinə, onun rəhbəri cənab İlham Əliyevə olan rəğbətimizi bəyan edir. Oğlum Hüseyn Abdullayevlə ortaq qərarımızı bəyan edirik ki, ölkəmiz və dövlətimizə qarşı yönələn heç bir qərarı dəstəkləməyəcəyik. Ümidimiz yalnız ölkəmizin başçısına, ölkəmizin hüquq mühafizə və məhkəmə sisteminədir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.